Bakı Olimpiya Stadionundan müsahiblərimizlə birgə söhbətimiz davam edir. Hazırda mənim yanımda Qlobal Əlillik İnnovasiya Mərkəzinin rəhbəri Ian McKinnon var. Hi sir. Salam. Hello. Azərbaycana xoş gəlmisiniz və vaxt ayırıb bizə müsahibə belizə görə sizə təşəkkür edirəm. Gəlin sizin forumla bağlı təəssüratlarınızı eşidək. Bəli, böyük bir tədbir, olduqca böyük miqyaslı bir tədbirdir və mən düşünürəm ki, Azərbaycan olduqca işin öhdəsindən uğurla gəlib. Və yenə də təkrar edim, böyük foruma çoxsaylı insanlar gəlib, amma təşkilatı səviyyə də yüksəkdir. Azərbaycana ilk səfərimdir. Bəyəndinizmi? Bəli, çox gözəl şəhərdir. Bəli, düzdür, konferansda əslində çox məşğul olmuşuq. Şəhərdə içəri-şəhərə gedib orada nahar da elədik. Bulvarı gəzib dolaşdıq. Çox gözəl şəhərdir. Təşəkkür edirəm. Gəlin, gələcək məsələlərə toxunaq. Sizin şəxsi perspektivadan hansı əsas məqamlar sağlam, əlçatar, daha müəssər şəhər olması üçün nələr edilməlidir? Əslində, şəhərsalmada müəssərlik, əlçatarlıqla bağlı söhbət birinci fiziki əlçatarlıqdan söhbət gedir ki, birinci infrastruktur qurulmalıdır. Bakı tarixi, zəngin adət, ənənələri olan bir şəhərdir. Biz İnsan amilini də nəzərə almalıyıq. Yanaşma olaraq biz nə deyə bilərik gələcəkdən? Texnologiya, bəli, mühüm rol oynayır. Ona görə texnologiyanı biz və süni intellekti və smartfonlarımızdan istifadə edirik. Bunların da oynadığı rol çox böyükdür. Biz yeni texnologiyalarla rəqəmsal bir mühiti formalaşdırırıq ki, əlli olan şəxslər unudulmasın. Onlar da şəhər infrastrukturundan, rəqəmsal süni intellekt alətlərindən şəhərdə istifadə eləsin. Əlli olan şəxslər də rahat şəkildə fürsət və imkanlardan, şəraitdən yararlana bilsin. Ona görə də infrastrukturlardan yararlana bilsinlər. Hər kəs üçün yaşayış yerlərindən danışır. Bu da bizim tədbirimizin əsas şüarıdır. Ümumiyyətlə, bizim gələcək əlli olan şəxslər üçün hansı işlər görülə bilər? Gələcək şəhərsalma prinsiplərində nələr ehtiva edilməlidir? Bəli, əlilliyi olan şəxslər bizim hamımız kimi, onlar da icmada, cəmiyyət yaşadığı yerdə özünü bir parçası hiss etməlidir. Müəssərlik çox vacibdir. Amma onunla bərabər icmalar da, onların yaşadığı icmalarda da onlar inklüziv olmalıdır. Və biz də fiziki infrastrukturun çox vacib olduğunu qeyd etməliyəm. İnklüziv infrastruktur, icmalar qurulmalıdır. Bunlar çox vacibdir. Sizin perspektivadan biz necə süni intellekt inteqrasiya edə bilərik müəssərlik prinsipləri üçün, yəni şəhərsalma planlarına nələr daxil etməli? Süni intellekt daha çox istifadə etməlidir və konkret olaraq əlilliyi olan şəxslər də həmçinin bu prosesdə yaxından iştirak etməlidir. Eyni tədris, təhsil imkanlarından istifadə etməlidir ki, təhsil də çatar olmalıdır. Bu çox vacib bir məsələdir. Planlaşdırma da bütün vətəndaşlar, bütün sakinlər bu prosesə cəlb edilməlidir bir mənalı şəkildə. Və investisiyalar, planlaşdırma zamanı investisiyalarla bağlı nə deyə bilərsiniz? İnvestisiya heç şübhəsiz çox vacib amildir. Maliyyə məsələləri, əlbəttə, maliyyə vəsaiti ayrılmalıdır. Və mən hətta deyərdim ki, əslində əgər bu əlillik məsələsində şəhərsalmada əvvəlcədən prinsiplər nəzərə alarsa, sonradan əlavə xərclər də olmayacaq. Əsasən layihələndirmədə müəssərlik mütləq bəri başdan əvvəlcədən nəzərə alınmalıdır. Nəticələr də o zaman daha yaxşı olar. Son sualım isə sizin forumdan gözləntilərinizlə bağlıdır. Ənənəvi olaraq bu tədbirdən sizin aslı gözləntiləriniz var. Konkret həll yolları olaraq. Bilirsinizmi? Mən deyərdim ki, əlillik, inklüzivlik məsələsinə gəldikdə tərəqqi irəliləyiş bütün dünyada qlobal olaraq çox asta gedir. O qədər də nəzərə çarpan irəliləyiş yoxdur, amma biz tempin daha da sürətlənməsini istəyərdik. Və mənim fikrimcə bəri çox iş görə bilərik və ümid edirəm ki, bizim gələcəyimiz üçün çox yaxşı nəticələrin hasil edilməsinə töhfə verər.